Bugün hazırlıq iclası təxirə salındı. Səbəb o idi ki, Qiyas İbrahimova ittiham aktı verilməmişdi. Məhkəmə ayın 20-də saat 16:00-da təyin olundu hazırlıq iclası. Əlavə olaraq dövlət ittihamçısı vəsatət qaldırdı ki, həbs qətimkan tədbirinin müddəti uzadılsın. Ona görə ki, 10 sentyabr 2016-cı tarixdə həbsin müddəti başa çatırdı. Mən də vəsatət verdim ki, Qiyas İbrahimov barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunsun. Lakin məhkəmə mənim vəsadətimi təmin eləmədi. Prokurorun vəsadətini təmin elədi və hazırlıq iclası keçirilənə qədər, baş tutan hazırlıq iclasının qərarı elan olunana qədər hətta qeyri-müəyyən vaxtda barəsində həbs qətimkan tədbiri seçildi. Məhkəmənin hazırlıq iclası 20 sentyabr 2016-cı tarixdə saat 16:00-da başladı. 16:30 deyildi, Elçin bəy. 16:00. Bundan əvvəl sizə şikayətlər olmuşdu. İndi məhkəmədə olaraq dilə gətirmək imkanı oldu. Məhkəmə ilk olaraq belə deyək ki, heç kəsi buraxmamışdı və təbii biz etiraz elədik. Ondan sonra əvvəl səfiri nümayəndələri, sonra mətbuatın nümayəndələri buraxıldı. Hələ ki, hazır iclas baş tutmağına görə Qiyas İbrahimov ətraflı danışa bilməyib ki, yəqin dövlət iclaslarda deyəcək.